Salam. Bugün 2.2 iyon rabitəsi mövzusundan öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın. Hissəsindəki tapşırıqları həll edəcəyik. Deməli, başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsindən atom modelləri istifadə olunmaqla kalium və oksigen atomları arasında yaranan iyon rabitəsinin mexanizmini təsvir edin. Gəlin əvvəlcə bu kalium 19 atomunun atom modelini çəkək. Növbə, kənarında energetik səviyyələr. 19 elektronu var. 1s2, 2s2, 2p6, 3s2, 3p6, və son olaraq 4s1. Sonra isə oksigen atomunun modelini çəkək. 1s2, 2s2, 3p4. Deməli, burada stabillik qazanması üçün nə etməlidir? Özünə yaxın olan təsis qaz, yəni oktet vəziyyətinə gəlməlidir. Kaliumun oktet vəziyyətinə gəlməsi üçün bu sonuncu energetik səviyyədəki bir elektronun verilməsi lazımdır oksigenə. Və bir elektronu verəndən sonra, axı burada 2p4-dür, 2p6 olmalıdır. Bu oksigenə bir dənə də elektron lazımdır. Yəni biz 2 dənə kalium götürməliyik ki, iyon rabitə mexanizmi düzgün şəkildə ifadə eləyək. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1. Təbii ki, siz daha sərgəl formada çəkməlisiniz. 4s1, baxın, bu elektronu da verəcək. Kalium və son olaraq nə baş verəcək? Hər bir kalium atomu artıq katyona çevriləcək. Kalium müsbətə çevrilir. Bir elektron verir, 18 elektron olur. Həmçinin ikinci kaliumda da eyni hadisə baş verəcək. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deməli, son olaraq elektron formulunu yazaq bunun. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Hər iki kalium, baxın, buradakı da eyni ilə bu elektron formuluna malik olacaq. Hər ikisinə aiddir. Yəni, orada yazdığımız 1s2, 2s2, 2p6, 3s2, 3p6. Aha, bu oksigenlər, demək, kaliumları yazdıq, oksigenləri yazmalıyıq, oksijeni daha doğrusu, oksijeni yazmalıyıq və iyon rabitəsini necə göstərəcəyik burada? Bir dəqiqə. Biraz genişləndirək buranı. Aha, iyon rabitəsini yazmamız üçün oksijeni yazaq. O 2 mənfi, bu isə aniyondur. 8 idi. İkisini alacaq kaliumlardan və 10 olacaq. Deməli, 1s2,
2s2, 2p6. 1s2, 2s2, 2p6. Oktet vəziyyətinə gəldi. İyon rabitələri göstərək. Burada biraz fərqli rənglərdən istifadə edək. Deməli, bu hissə müsbət olan hissədir. Bunu belə rənglə edə bilərsiniz. Bu əslində birləşmir bir-birinə. Onunla birləşir. Müsbət hissə. Bu isə mənfi. Bu artıq baxın, bu isə iyon rabitəsidir, iyon rabitəsidir. Açıq formada quruluşu yazsaq, o zaman belə yaza bilərik. Baxın, buradakılar iyon rabitələri göstərir. Belə bu formada yaza bilərsiniz. Geç salaq ikinci suala. Kalsium 3x2 birləşməsinin anionu ilə natrium ionunun əmələ gətirdiyi birləşmənin formulu müəyyən edin. Gəlin baxaq. Kalsium 3 daha doğrusu. Kalsium 3x2. Bunu luru dildə izah eləsək, rahat bir yolu var. Bunun deməli kalsiumun ayağındakı X-in papağıdır deyirik. Biz bununla nəyi müəyyənləyirik? Oksidləşmə dərəcəsi və yaxud da valentlik. Valentlik ilə oksidləşmə dərəcəsi hər zaman üst-üstə düşmür amma. Deməli, kalsium metalda bilirsiniz, ancaq birləşmələrdə müsbət yüklü ola bilir, reduksiya edici olur. Artıq bunun ayağındakı, X-in ayağındakı gəlir bunu başına çarpazda deyə bilərik. Üstə gəlir bu X-a. Yəni X mənfi 3-dür. X mənfi 3-dür. Natrium da müsbətdir. Natrium da müsbətdir yazırıq. Yenə baxın, müsbətdirsə bu müsbət 1 deməkdir. X-in ayağına 1 düşür, 1-i yazmırıq indeksdə. 3 isə gəlir natriumun ayağına düşür. Natrium 3x olur. Həmçinin bu ümumiyyətlə nə cür bir şeydir. Dərsin içərisində əslində bunun izahı var. Amma orada əksinədir, yəni oksidləşmə dərəcəsinin iyon yükünü verir və bizdən istəyir ki, formulu tərtib edək. Formulun tərtib olunmuş halında isə bunlar onsuz da ixtisar ola bildiyi qədər ixtisar olunub. Ona görə də nisbət olaraq 3-ün 2-yə nisbəti kimi başa düşə bilərsiniz. Bu 3 X-in iyonu yükü olacaq, mənfi 3. Müsbət 2 isə kalsiumun. Öyrəndiklərinizi yoxlayın hissəsindəki suallara baxaq. İyon rabitəsi nədir və necə yaranır? İyon rabitəsi elektrostatik cazibə qüvvəsinin təsiri nəticəsində katyon və anionlar arasında yaranan kimyəvi rabitədir. Necə yaranır dedikdə isə müsbət yüklü və mənfi yüklü iyonlar arasında cəzb etmə nəticəsində iyon rabitəsi yaranır deyirik. Və yaxud da katyon və anion iyonlar arasında da deyə bilərsiniz. Misal kimi, məsələn, dərsdə məsələn natrium müsbətli, klor mənfi verilmişdir. Siz kalsium 2 müsbəti götürə bilərsiniz. Bu katyondur. S2 mənfi, məsələn, kalsium S. Bunu götürə bilərsiniz nümunə kimi. Və yaxud da kalium mənfi iyonu ilə, müsbət iyonu ilə flor mənfi katyon və anion arasında. Deməli, bunların arasındakı elektrostatik cəzb etmə nəticəsində, yəni müsbət mənfini cəzb edir də, belə deyək, o nəticə etibarı ilə yarana bilər. Sonra isə ikinci sualda deyir ki, A və B elementləri metal, X və Y elementləri isə qeyri-metallardır. Hansı element atomlar arasında iyon rabitəsi əmələ gəlir? İyon rabitəsi ümumiyyətlə metallar və qeyri-metallar arasında olur.
Mənfi və müsbət arasında bayaq dediyimiz kimi katyon və anion arasında olur desə daha düzgün olar. Deməli, metallar katyon ola bilər, müsbət yüklü, qeyri-metallar isə anion. Deməli, hansılar arasında ion rabitəsi əmələ gələr deyərsə, A ilə X arasında əmələ gələr. A ilə Y arasında əmələ gələr. Amma biz bunların yükünü bilmirik, ona görə buna formulu çıxarmaq düzgün olmaz. Və B ilə X arasında da əmələ gələ bilər, B ilə Y arasında da əmələ gələ bilər. Üçüncü, cədvəl dəftərinizə köçürün və iki elementin əmələ gətirdiyi ion rabitəli birləşmənin formulunu tərtib edilməsi qaydasına istifadə edərək maddələrin formulunu müvafiq kanallara yazın. Deməli, burada 3 dənə katyon var, 3 dənə də anion var. Hər birini yazaq. Birinci başlayaq natrium müsbət katyonundan və anionumuz olsun xlor. Bunlar arasında nə demişdik? Ən rahat yolu müsbət mənfi, deməli, yüklər indeksdə yazılır. Bu mənfi 1-dir, bu da müsbət 1-dir. Yəni 1 olanda da yazılır. Formula olacaq elə natrium xlor. Və maqnezium xlor arasında qursaq, bunun yükü nədir? 2 müsbətdir. Bu nədir? Mənfidir. Baxın, bu çarpaz şəkildə gətirib ayağına qoyursunuz. 2. Formula olacaq maqnezium xlor 2. Sonra alüminium və xlor. Xlor deməli mənfi, bu isə 3 müsbətdir. Çarpaz keçirdirik. 3 bura, 1 dolanda yazılmır, ona görə formul alüminium xlor 3. Sonra kükürt mənfiyə baxaq. Natrium, bu da 2 mənfidir, bu müsbətdir. Baxın, burada 2 daxı çarpaz keçirdirik. Bunun papağı bu birisinin ayağına gəlir. Natrium 2S. Maqnezium yazaq. Burada hər birinin yükü ədəd qiyməti 2 olduğu üçün bərabər olan qayağına heç nə yazılmır. Belə yadda saxlayın. Yəni bunun ayağına 2-2 yazsanız ixtisar gedir də. Maqnezium S olur. Sonra alüminium qaldı. Alüminium 3 müsbət, S2 mənfi, çarpaz keçirdin. Alüminium 2, S3 olacaq formul. Azota baxaq. Natrium 3 mənfidir azot. Çarpaz keçirdir yenə natrium 3N. Maqnezium 2 müsbətdir. Azot 3 mənfi. Çarpaz keçirdir yenə. Bayaqki kimi maqnezium 3N2 olur. Və son olaraq alüminium 3 müsbət, azot 3 mənfi. 3, 3 eynidir axı. Yazdıq. Eyni olanda yazmırıq. Bayaq dediyim kimi ixtisar gedəcək yenə. İndeks ümumiyyətlə ən kiçik ədədləri yazırıq. İxtisar ola bildiyi qədər ixtisar edirik. Formul belə olacaq. Bu son yazdığımız. Bu qədər sağ olun. Salamat qalın.